Axırıncı toçka budur. Gəlin, Şamil kişi, baxın özünüz. Gör istiliyinə bax, gör hələ. İstidi mi? İndi xodlamışıq da, indi bir 10 dəqiqə zad olar. O altları yavaş-yavaş sinir də. O deyə bu demək olar ki, Alman yüzünə. Hə, sinif, gəl. Hələ indi təzə xodlamışıq axı, bir saat yarım keçsin. İndi buna bax gör, bu nə tərdir bəs? Nə qədər qoymuşsan ki? 65-ə qoymuşam. Hə. Bu yuxarısı yaxşıdır. Aşağı da sinə gedir. Hə da sinə gedir də, cərgə. Hə, indi hamısına gəl bir bax. Bax, biri də bu otaqda. Cəmisi 15-20 dənə olar da. Hə da, yəni hamısına özün bax ki, bir. Sinif bu da. Hə, sinifsə deməli sinə gedəcək, gəl. Keçək bu bir otağa, gəl özün bax buna. Ged ona da bax. Əsas axır toçkalardır. Onlar ki isindi. Bunlar yaxındır. Bunlar o 100% sinəcək heç. İstidir. Hə, gəl. Orada o 6 da özü asta sinə gedir. Çünki 10 dəqiqədə xodladığımız. Gəl buna da bax. Bax, deyirdin ki... Otağın temperaturu yerəndən sonra... Hə, deyirdin ki uzundur, bu sinəsi deyil, düzdür? Hə, indi bax özün. Sinirmi? Hə, deyirəm, mən bilirəm da, deyirəm ki, yəni ehtiyac yoxdur, boş söhbətdir. Radiator məsələ uzun oldu falan. Bax, buradakı yaxın yerdə, buraya çəlini vurmağa dəyməz, elə bilirəm ki. Hə, görsən. İstidir, od kimidir. Gedək indi o kombiyə də baxaq. Burada da ki var, bunlar yəni baxmağa ehtiyac yoxdur. Bunlar ən yaxın olduğu üçün. Bu da bizim kombimizdir. Hələ ki 57 dərəcəni yığıb. 67-yə qoymuşam. Bax, burada görsənir. Hələ 57-ni yığıb, əl vurmaq olmur. Orta temperaturu neçə qoymaq olar ki? 50-55-ə qoyarsınız. Axı maksimum nə qədərdir? O 80-dir maksimum. Hə. Bizim dəngə qabımız, devriyə nasosumuz, hava purjoru hamısı olduğu kimi yerində. Super. Mən sizə söz verdiyim kimi də quraşdırdım.